Bir gün biri qaçır, digərisi onu qovur. Qaçandan soruşurlar ki, qardaş sən niyə qaçırsan? Deyir, görmürsən məni qovur. Qovandan soruşurlar ki, qardaş sən niyə onu qovursan? Deyir, görmürsən, qaçır. Bax bugün bizim cəmiyyətin vəziyyəti bu cürdür. Qaçan elə bilir ki, onu qovurlar. Qovan da elə bilir ki, qarşısındakı qaçır. Bax, qaça-qaça cəmiyyət olaraq bir-birimizdən uzaqlaşırıq. Bir-birimizdən kənarlaşırıq. Bütün agresiyanın, kobudluğun, bir-birimizi qəbul etməməyimizin bəlkə də ən böyük səbəbi budur. Qaçmaq, bir-birimizdən uzaqlaşmaq.